Fikret Əmirov Şərqin simfonik nəfəsidir. Fikret Məşədi Cəmiloğlu Əmirov 20-ci əsr Azərbaycan musiqi mədəniyyətinin aparıcı simalarından biridir. O 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Atası Məşədi Cəmil Əmirov tanınmış tarzan və muğam bilicisi idi. Uşaqlıqdan muğam mühitində böyüməsi onun musiqi təfəkkürünün formalaşmasında əsas rol oynamışdı. Ailə mühiti onun gəldək razılığının estetik əsasını təşkil edirdi. İlk musiqi təhsilini Gəncə Musiqi Texnikumunda tarix fazlıq üzrə almışdı. 1939-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq Üzeyir Hacıbəylinin və Boris Zeydmanın tələbəsi olmuşdu. Fikret Əmirov musiqinin demək olar ki, bütün janrlarında şah əsər yaratmışdı. Bəstəkar dünya musiqisinə bir töhfədir. Şərqin simfonik muğam nəfəsidir. Fikret Əmirovun musiqi dili aşağıdakı xüsusiyyətləri seçilir. Zəngin orkestr, faktoristlik, lirik epik ifadə tərzi, milli lat sisteminin simfonik harmoniyaya inteqrasiyası, emosional dramaturji xətti. Simfonik muğam, yeni janrın yaranması. Fikret Əmirov simfonik muğam janrının əsasını qoymuşdu. Bu janr milli musiqinin universal səviyyəyə yüksəlməsinə imkan yaratmışdı. Simfonik muğam nədir? Muğamın melodik intensiv inkişafın prinsiplərinin, simfonik orkestr forması və dramaturgiyası ilə sintezidir. Əsas simfonik muğamları Şur, Kürdov Şarı, Gülstanla Bayat Şiraz. Amerika Birləşmiş Ştatlarından Yaponiyaya qədər dünyanın ən məşhur konsert salonlarında tanınmış dirijorlar tərəfindən ifa olunmuş bu əsərlər bütün dünyaya tanındı. İlk operası Cəfər Cabbarlının eyni adlı dram əsasına yazdığı Sevil operası musiqi tarixində lirik, psixoloji opera hesab olunur. 1953-cü ildə tamaşaya qoyulmuşdu. Qadın azadlığı, musiqi dillə desək, operada öz əksini tapmışdı. Qızıl fonda düşən baleti 1979-cu ildə Min bir gecə baletidir. Bu balet şərq nağıllar əsasında yazılmış və bəstəkara çox şöhrət gətirmişdi. Bu balet sayəsində SSR dövlət mükafatına layiq görülmüşdü. Nizami baleti həmçinin də özünə məxsus yeri var. Hüseyn Cavidin Şeyx Sənan dramasında Çöl Ərəbin mahnısı da elə gözəl əsərlər nümunəsindən sayılır. Nizami simfoniyası, Azərbaycan kapritsosu kimi əsərlər də bəstəkarın yazılımında böyük yer tutur. Simfoniyalar, konsertlər, kamera instrumental əsərlər, vokal musiqilər, film musiqiləri bəstəkarın kulminasiya xəttidir. Bəli, bütün bu zəhmətin mükafatları var. SSR xalq artisti, sosialist əməyə qəhrəmanı, dövlət mükafatı laureatı. Fəlsəfi əsərləri də vardı ki, bəstəkarın razılığının ideyasını əsaslandırırdı. Milli musiqisinin dünya musiqi sisteminə inteqrasiyası, şərq melodizmi ilə qərb forması arasında körpü yaratmaq, muğam professional akademik mühitdə yaşaması, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbər vəzifələri musiqi siyasətinin formalaşmasında iştirak, gənc bəstəkarların yetirilməsində bəstəkarın böyük rolu var idi. SSR xalq artisti, sosialist əməyə qəhrəmanı, dövlət mükafatı laureatına görülmüş bəstəkarımız 1984-cü il 20 fevralda vəfat etmişdi və Bakı şəhərində